Hər vaxtınız xeyirli olsun, hamınızı salamlayıram. Bugün kitabları qarışdırırdım. Əskərlik albomlarımı tapdım. 2 dənə əskərlik albomum var mənim. Əvvəlcə bunu hazırlamışdıq. Sonra da o birisini belə bir baxaq alboma. Belə mənim şəklim. O vaxt Laçın qəzetində çıxan bir yazı. Anamın şəkli. Mən belə var. Burada bir şəkli qoparmışam, bilmirəm neymişsə. Belə uşaqlıq şəklim. Burada Faik'in şəkli. Burada poligona gedəndə çəkilmiş o şəkli. Burada mən, Eldəniz. Burada Ziyad şəkli. Benim şəklim. Bu da yine poligonla çekilmiş bir şekil. Burada Ziyad Gədəbəydən. Bu şekilde Müşfik ve onun eski yoldaşları da tam yadım. Ortadaki Biləsuvar rayonundandı. Adı yadımdan çıktı. Bu mən Xaloğlu Rövşənlə çəkmişim bu şəkli. Burada yine Laçın qəzetində çıxan bir yazı. Burada da mən Onega çayında. Burada yine Nizami, Zeynal ve mən. Bu yeni il təbriki mənə göndərib rəhmətli Abbas Əmin göndərmişdi. Allah rəhmət eləsin. Balaca bir Azərbaycan şeiri. Burada Xudiyev Vüqarla Naxçıvan şəhərində uzun müddət əskərlikdən sonra onunla ümumiyyətlə əlaqəmiz yoxdur. Xaloğlu Rövşən, mən. Burada bu Çeçen dostumdu, Arslan Ukayev. Burada yine Müşfik, yanındaki Göyçay'dan İskenderov. Burada da Müşfik. Bir yanında Gədəbəydən, adı yadımdan doğru yanında İskenderov Göyçay'dı. Burada da tərxis olunmamıza dair qərar. Bu biri. O bir albüm. Bunu sonra hazırlamıştım ben. Bu biraz daha böyle diye əziyyət çəkdiyimiz bir albümdür. Bu benim 1989 yılda çekilen şəklimdir bu benim. Burada birinci rotanın uşaqları. Vəliyev Nizami. Burada yine bayakçı şekiller. Burada Nizami, mən ve ortadaki de bu çuğutudu, bir Xavanski adlı bir çuğut. Burada da mən, sol tərəfdə uşaqlar. Bu oğlan hatırlamıram herhalde, bu Gədəbəydənli. Soldaki ama sağdakini hatırlamıram. Bu Göygöldəndir, yaşı oğlandı, dostumdu. O vaxt xanlar adlanırdı bu rayon, indi Göygöl. Yaşı oğlandı. Ondan tesadüfen dostlaşmıştık. Bu da benim dostoyevskiy'e hərbi kuşlarının olduğuna dair bir tane vəsiqə. Şəklim. Bu da mən.
Burada Ziyad ve yoldaşları. Bu şekil. Burada Nizami, Zeynal, ben. Bu oğlanın adı yadımdan çıkıp Samir diyeceksin. Bu birinci rotanın uşaqları. İstediği şekilde vay ve böyle bir albüm ve Zeynal, Selam Zeynal. Təxis olunduğumuza dair qərar. Bu da Bacıoğlu İlqar. Bax, belə bir əsgərlik albomlarım benim 2 dənə. Bugün onların videosunu çəkdim.